4 iyul Tbilisidə 60 kilo çəki dərəcəsində Fuad Babayev Bolqarıstanlı Asen Asenovla qarşılaşdı. Döyüş başlayan kimi xaricən Şakrukxana oxşayan Bolqarıstanlı hücuma keçib kombinasiyalarla bizim boksçunu sarsıtmağa çalışdı. Babayev ehtiyatlı idi və ilk hücumlardan rəqibi dəqiq zərbələrlə qarşılayırdı. İkinci raundda mənzərə dəyişir və Fuad hücuma keçərək aqressiv Bolqarı knockdowna salır. Döyüşün sonuna kimi Babayev təşəbbüsü əlinə vermir və çox vaxtı rəqibi küncdə bağlayıb çökürdü. Nəticədə Fuad Babayev hakimlərin yeşdirdiyi qərarı ilə qələbə qazanır.